Qəmər Almazzadənin baletə gəlməsinə səbəb qonşusu Şura adlı qız olub. Onun baletə getdiyini eşidən balaca Qəmər də bu sahəyə maraq göstərir. Məşğələdə ilk dəfə onu görən müəllimi təəccüblənmişdi, çünki həmin dövrdə müsəlman qızlar arasında balet bir mənalı qarşılanmırdı. Hətta bir dəfə qohumlarından biri Qəməri öldürmək də istəyir. Amma xoşbəxtlikdən güllə onun yalnız ayaqqabısına dəyir. Qəmər Almazzadənin baletlə məşğul olmasına uzun müddət atası da qarşı idi. Balerina xatirələrində bu haqda yazır ki, bir dəfə Qız Qalası baleti zamanı atam da teatrda idi. O arxa sıralarda oturub məni izləyirdi. Tamaşadan sonra evə getməyə çəkinirdim. Lakin evə çatanda atam məni qucaqlayıb, "Sən necə də gözəl artistsən" dedi. Beləcə atası Qəmərə dəstəyini bildirir. 1936-cı ildə Üzeyir Hacıbəyov istedadlı balerina Qəmər Almazzadəni Azərbaycan Xalq Rəqsləri Ansamblına bədii rəhbər seçir. Daha sonra Qəmər xanım Azərbaycan Opera və Balet Teatrının əsas balet meisteri olur. O öz truppası ilə Fransa, Hindistan, hətta Nepala qastrol edib. 1970-ci ildə isə Qəmər xanım İraqın Mədəniyyət Nazirliyinin dəvəti ilə Bağdadda İraq Xalq Rəqsləri Ansamblının əsasını qoyur.